Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Salam əziz izləyicilər. Bilirsiniz ki, Azərbaycanda, Bakıda ləğv edilmiş Qondarma Qarabağ Respublikasının məsul şəxsləri və eyni zamanda Azərbaycan-Ermənistan arasında baş verən müharibədə Ermənistan tərəfindən məsul şəxslərin Azərbaycanda məhkəməsi davam etdirilir. Bu məhkəmələr açıq məhkəmədir və mütəmadi olaraq ictimaiyyət bu məhkəmələrdən deməli məlumatlandırılır. Hətta hakimiyyətə yaxın televiziya, mətbuat orqanları bu məhkəmənin görüntülərini də yayır. Mən əvvəlcə onu deyim ki, Azərbaycan hakimiyyətinin bu məhkəmə şousunda səmimiyyətinə qətiyyən inanmıram. Düşünürəm ki, bu hakimiyyətin daxili auditoriya hesablanmış bir şousudur. Çünki Azərbaycan hakimiyyətinin real rəftarı, davranışları həm xalqa qarşı, həm beynəlxalq ictimaiyyətə qarşı və eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri fonunda danışıqları ilə real davranışları bir-birinə tərs mütənasibdir, heç də uyğun gəlmir. Düşünürəm ki, və bu düşüncəmdə özümə görə kifayət qədər əsaslarım var. Azərbaycan hakimiyyətinin bu məhkəmə şousunu ölkə cəmiyyətinə deməli öz maraqları üçün bu formada təqdim edir və hakimiyyət nümayəndələri orada həbs olunan, dindirilən və cəmiyyətə göstərilən şəxslərlə heç də düşmən mövqeyində deyil. Və son məlumatlar, son hadisələr deməyə əsas verir ki, Azərbaycan tərəfi məhkəmə prosesi bitdikdən sonra həmən şəxslərə hökm elan edildikdən az bir müddət sonra çox güman ki, o insanlar azadlığa buraxılacaqlar və yaxud da onlar cəzalarını Ermənistanda çəkmək üçün ora göndəriləcəklər. Bu fikri səsləndirməyə mənim kifayət qədər əsaslarım var, argumentlərim var. Əziz izləyicilər, o argumentlərdən biri əlbəttə ki, deməli 8 avqust Vaşinqton görüşüdür. Bilirsiniz ki, 8 avqustda Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezident vəzifələrini icra edən Azərbaycanın qəsbkar, zülmkar, zalim prezidenti İlham Əliyev ki, mən onu prezident hesab etmirəm və qəsbkar, zalim hesab edirəm. Bunların arasında görüş baş tutdu. Müəyyən qədər Azərbaycan tərəfi bu görüşü manipulyasiya etdi öz xeyrinə əlbəttə, amma sonra yavaş-yavaş bu görüşün həqiqi detalları üzə çıxdı və görüş ərəfəsində Azərbaycan xarici diplomatiyasının uğuru kimi təqdim olunsa da bu görüş, sonra məlum oldu ki, bu əslində Azərbaycanın xarici siyasətində uğursuzluğun dibində olduğunu göstərdi. Yenə də qeyri-rəsmi məlumatlara görə Paşinyan deməli Azərbaycan sülh arasında hər hansı bir Azərbaycan-Ermənistan arasında hər hansı bir sülh sazişinin imzalanmasına görə, daha doğrusu imzalanması üçün Azərbaycanda mühakimə edilən ermənilərin buraxılmasını şərt kimi deməli qeyri-rəsmi olaraq ortaya qoyub və Paşinyan yenə də burada çox özü üçün, əlbəttə ki, erməni xalqı üçün, erməni dövləti üçün çox uğurlu bir gediş edib. Trumpın da Paşinyanın bu fikrini qəbul etdiyini və bu məsələni həll edəcəyini dediyi bildirilir. Bunun davamından sonra biz artıq demək olar ki, ay yarımdır təqribən bu görüş baş tutub və ondan sonra görüşdə verilən qərarlarla bağlı hər hansı bir növbəti addımlar atılmalı idi. Heç birini biz müşahidə etmirik. Amma
Bu əsirlərin, daha doğrusu Azərbaycanda mühakimə edilən Vardaryan başda olmaqla bu erməni məsul vaxtı ilə deməli məsul şəxslərin, məmurların mühakiməsi və bunların buraxılması ilə bağlı artıq Azərbaycanda siyasi arenada müəyyən adamlar işə başlayıb bəzi təbliğatlar aparmağa, Ermənistan-Azərbaycan arasında heç nə olmamış kimi dostluğun bərpa edilməsi və s. mövzusunda artıq ölkədə müxalifət düşərgəsində deməli təqdim olunan və saxta müxalifət obrazı yaradan şəxslər bura daxildir. Pənahı Sərdar, Pənah Hüseyn, Sərdar Zərəroğlu, sonra İqbal Ağazadə xüsusən və digərləri, bunlar artıq Azərbaycan-Ermənistan arasında dostluq münasibətlərinin əhəmiyyətindən və bu münasibətlərin vacib olmasından danışırlar. Bunların əsas deməli cəmiyyətə ötürdüyü mesajlar bundan ibarətdir ki, xüsusən İqbal Ağazadənin əsas mesaj bundan ibarətdir ki, Azərbaycan xalqı aqressiv olmamalıdır Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasında. Əvvəla mən onu deyim ki, hər iki tərəfdən deməli kifayət qədər gənc dünyasını dəyişib, hər iki xüsusən Azərbaycanda Xocalı kimi bir hadisə baş verib, Azərbaycanda şəhərlər, rayonlar viran qalıb, 100 milyarddan çox Azərbaycana maddi ziyan vurulub. Hələ mən son, məsələn, 2-ci Qarabağ savaşında təqribən 3000 şəhidin və 10 minlərlə insanın, gəncin qazi olması, yaralanması, travma alması və s. bunları da hamısına üzərinə gəldikdə gördük ki, xüsusən Azərbaycan tərəfi deməli bu müharibədə 30 il ərzində kifayət qədər böyük ziyanlar verib, qurbanlar verib. Və bunun nəticəsində, yəni bu qədər qurbanlardan sonra, bu qədər fikirlərdən, hadisələrdən sonra ölkənin demək olar ki 20% dağıdılıb, inkişafdan qalıb və s. və ilaxır. Bu qədər problemlərdən sonra Mehriban Əliyevanın biz ermənilərlə çaxır içəcəyik, əvvəlki kimi içməliyik deməli tezisi, verdiyi slogan, şüar, bunlar əslində deməli belə də adi olmamalıdır ki, elə xalqın qəlbindən silinsin, atılsın və bu aqressiyasını xalq gizlətsin. Əgər əlbəttə ki, deməli iki qonşu ölkənin arasında biz hər bir zaman sülhün tərəfdarı olmuşuq, amma bu İlham Əliyevin öz hakimiyyətini qorumaq uğrunda sürdüyü, həyata keçirdiyi siyasi oyunların çərçivəsində biz sülh istəmirik. Bu sülh deyil, artıq bu Əliyev tayfa hakimiyyətinin mövcudluğunu qorumaq deməkdir. Deməli, bunların əsas verdiyi mesajların birincisi xalqın aqressiyasıdır. Xalq aqressiv olmamalıdır. Mən hesab edirəm ki, Azərbaycan əhalisi indiki vəziyyətdə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında aqressiv deyil. Çünki aqressiv olmağa halı yoxdur. Azərbaycanda elə bir vəziyyət yaranıb ki, insanlar acından köpük qusurlar, belə bir deyim var. İnsanlar ölkəni tərk edirlər, bir çörəyin əsiri olublar. İnsanlar bir tikə çörəyin əsiri olublar. Bunlar Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına və pisləşməsinə etiraz etməyə, aqressiv olmağa zaten bunların imkanları, cəsarətləri, gücləri qalmayıb ki, bunlar durub elə aqressiv olsunlar. İkinci ötürmək istədikləri mesaj bundan ibarətdir ki, dövlət öz bildiyini, öz maraqlarını, dövlət maraqlarını deməli bilir. Bu Ermənistan-Azərbaycan münasibətlərində burada sülh müqaviləsinin imzalanması, yenə kirvə olmaq, qohum olmaq, gediş-gəliş və s. bunlar dövlətin bildiyi məsələlərdir. Hakimiyyət, xalq heç bir halda dövləti qınamamalıdır, dövlətə etiraz etməməlidir. Əziz izləyicilər, bilirsiniz ki, bu tezis çox təhlükəli bir tezisdir.
və ümumiyyətlə illərdir biz bunu müşahidə edirik ki, dövlət xatirinə, dövlət üçün canından keçmə, dövlət üçün deməli hakimiyyət dövlət üçün hər şey edə bilər. Hətta insanları haqsız yerə həbs eləyə bilər, insanları şərləyə bilər, insanları öldürə bilər və s. Bu çox təhlükəli bir tezisdir. Mən ümid eləyirəm ki, yaxın vaxtlarda bu mövzu haqqında əlavə bir video çəkmək imkanım olacaq. Ki, hakimiyyət dövlət adından hansı cinayətlərə əl atır, bununla bağlı əlavə bir videomuz olacaq bizim. Amma burada demək istəyirəm ki, bu çox təhlükəli bir şeydir. Dövlətin varlığı üçün insanlara haqsızlıq etmək olmaz. İnsanları deməli məcbur hüquqlarını əlindən alıb azadlığını məhrum etmək olmaz. Bu dövləti cinayətdir artıq. Çünki dövlət anlayışında vətəndaşın canı, malı təhlükəsiz olan bir anlayışdır dövlət anlayışı. Vətəndaşın minimum tələbatını ödəyən, onun canını və malını qoruma altına alan bir birliyə dövlət deyirlər, bir gücə dövlət deyirlər. Yoxsa vətəndaşı öldürüb, vətəndaşı istədiyi kimi vətəndaşla davranırsa o dövlət deyil. Artıq o dövlət resurslarından istifadə edən cinayətkar bir qurumdur. İkinci tərəfdən demək istəyirəm ki, cəmiyyət qınamamalıdır düşüncəsi. Yəni, bugün Azərbaycanda İlham Əliyevi dövlət hesab edənlər ki, bunu son aylarda, son illərdə xüsusi gündəmə gətirirlər və Azərbaycanda dövlət İlham Əliyevdir, qanun İlham Əliyevdir tezislərini səsləndirirlər və birmənalı olaraq da vətəndaşların, əhalinin dövlət deyəndə İlham Əliyevə qarşı hər hansı bir qınama fikirlərinin səsləndirilməsinin qadağan edilməsi, bu özü də ölkədə demokratik dəyərlərin, söz və hüquq azadlıqlarının məhdudlaşdırılması, insanlara məhrumiyyət yaşatmasının ən bariz nümunəsidir. Bu barədə biz dəfələrlə danışmışıq, yenə də öz mövqeyimizdə qalırıq ki, vətəndaşlar istədiyi halda dövləti də tənqid eləyə bilər, hakimiyyəti də tənqid eləyə bilər, İlham Əliyevi də tənqid eləyə bilər, qınaya bilər, nəinki qınama, hətta tənqid eləyə bilər. Amma çox təəssüflər olsun ki, indiki mesajlarda belə səsləndirilir ki, Azərbaycan dövləti, yəni İlham Əliyev, cənab sözünü də elə deyirlər ki, az qalılar ağızları köpüklənsin, az qalılar ki, o cənab İlham Əliyev sözünü deyəndə əyilsinlər, yeri öpsünlər. İlham Əliyevi, yəni o qədər yaltaqlıq və o qədər İlham Əliyev haqqında kölə siyasətini təbliğ eləyirlər. Və dövlət deyəndə İlham Əliyev nəzərdə tutulur və xalqın, əhalinin İlham Əliyevi heç bir halda qınamağa deməli səlahiyyətinin olmadığı vurğulanır. Bu bir ölkənin, bir dövlətin əslində uçurumun dibində olduğunu göstərən əsas amildir. Digər məsələ, əlbəttə ki, deməli, bilirsiniz, bu Çin görüşündə Akopyan Əliyeva xanımların foto şəkili və eyni zamanda xanım Ərdoğan da, Əminə Ərdoğanla da birlikdə şəkilləri paylaşıldı. Azərbaycan hakimiyyəti bunu bilərəkdən elədi və bununla bir mesaj göndərdi ki, artıq biz barışmışıq, biz sülh içindəyik, biz istədiyimiz formada deməli davrana bilərik, istədiyimiz formada şəkillər paylaşa bilərik və s. Bunu şəhidlərin belə bir fikir vardır, kəfəni qurumamış. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mən şəhid ailələrinə səbir diləyirəm, şəhidlərə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram inşallah. Əlbəttə ki, biz həm də Azərbaycan hakimiyyətinin şəhid ailələrinə, qazilərə münasibətini hamı bilir, göz qabağındadır. Qazilərin intihar halları xüsusən mənim həmişə diqqətimdə olub və mən bu mövzunu həmişə gündəmə gətirmişəm, bu mövzu haqqında danışmışam və s. Amma Mehriban Əliyeva şəhidlərin qanı qurumamış, şəhidlərin analarının, valideynlərindən o şəhid dağları hər gün deməli onları narahat etdiyi bir halda Akopyanla belə poz verərək, yəni o Anna Akopyanla, Paşinyanın həyat yoldaşı ilə
belə bir poz verməsi bu əslində Azərbaycan xalqına qarşı böyük bir hörmətsizlikdir. Amma bunu indi biz görürük ki, İqbal Ağazadə kimilər gətirib iki xalqın dostlaşmasını və biz Ermənistanla qonşu olmağa məhkumuq, qonşu siyasəti aparılmalıdır deməli səsləndirən İqbal Ağazadə axı 20-ci ildən əvvəl müxtəlif vaxtlarda hakimiyyət tərəfindən deməli deputat kimi təyinat aldığı dövrlərdə belə danışmırdı. O tam başqa cür danışırdı. O Azərbaycan xalqını, əhalini Ermənistanla barışmaz bir mövqeyə səsləyirdi və heç bir halda Erməni-Azərbaycan arasında hər hansı bir dostluq münasibətinin olduğunu, mümkünsüz olduğunu dilə gətirirdi. Azərbaycan xalqını ermənilərlə deməli daim savaşa, düşmənçiliyə körükləyirdi. Mən bu fikirdə, yəni bu mövzuda bir fikir səsləndirmək istəyirəm ki, əziz izləyicilər, mənim mövqeyim bundan ibarətdir ki, əlbəttə ki, deməli, qonşuluq siyasətində bütün bu qonşuluq məsələləri nəzərə alınmalıdır. Bunlar bir ailənin, iki ailənin qonşu olmağından söhbət keçmir, iki dövlətin qonşuluğundan söhbət gedir ki, bunlar bir qonşu digər bir yerə daşınmaq imkanı yoxdur. Belə ölənə qədər, yəni dünyanın sonuna qədər Ermənistan, Azərbaycan qonşudular. Başqa variantı yoxdur. Bu baxımdan başqa əllərin bu qonşuluq siyasətini korlamasına imkan verilməməlidir ki, biz görürük Azərbaycanla digər qonşuları ilə də uzaq deməli ölkələr gətirib müəyyən problemlər yaradaraq başqa qardaş və qonşu ölkə ilə problem yaratmağa, müharibə qızışdırmağa cəhd edirlər. Eyni mövqedə də Ermənistan-Azərbaycan münasibətlərində var. Bizim etiraz etdiyimiz məsələ ondan ibarətdir ki, İlham Əliyev və onun komandası, bu tayfa hakimiyyəti Ermənistan-Azərbaycan münasibətlərinə məhz Azərbaycan xalqının və Azərbaycan dövlətinin maraqlarını ortaya qoyaraq, gələcək hətta maraqlarını, planlarını ortaya qoyaraq siyasət yürütməlidir. Öz mövcudluqlarını, hakimiyyəti müddətlərinin uzadılması üçün şərait kimi baxmamalılar bu siyasətə. Burada bir xalqın və dövlətin gələcəyini qoruya biləcək və təhlükəsiz bir gələcək vəd etmək planı ilə bu siyasət yürüdülməlidir. Amma öz istəkləri ilə və yaxud da Amerikanın və İsrailin, Rusiyanın, digər ölkələrin hazır göndərdiyi tekstlərlə bu siyasəti yürütmək doğru deyil. Biz bunu tənqid edirik. Əlbəttə, Azərbaycan, Ermənistan arasında köklü hər iki dövlətin maraqlarını təmin edən, təhlükəsiz gələcək vəd edən bir siyasət plan hazırlanıb işlənməlidir. Azərbaycan hakimiyyəti isə başda İlham Əliyev olmaqla ümumiyyətlə bu mövzudan söhbət edə bilməz. Bunlar ancaq öz maraqlarına, öz hakimiyyət maraqlarına, hakimiyyət mövcudluğunu uzada biləcək imkanları gözdən keçirdirlər və bu dostluq münasibətini də məhz bu istiqamətdə aparmaq istəyirlər. Sözümün deməli çıxışın sonunda bildirmək istəyirəm ki, bu baş verənlər hamısı Azərbaycanda, Bakıda məhkəməsi keçirilən və publik olaraq ictimaiyyətin gözünə soxulan bu şəxslərin məhkəmə prosesindən sonra deməli ya sərbəst buraxılmaları, ya azad edilmələri, ya da cəzalarını Ermənistanda çəkmək üçün ora göndərilməsi nəzərdə tutulur. Bu əlbəttə ki, Amerikanın planıdır və İlham Əliyev də bunu etmək məcburiyyətində qalacaq. İlham Əliyevin zaten mən çox vaxt deyirəm, Qarabağla bağlı özünün heç bir strategiyası yoxdur. İlham Əliyev hətta Qarabağda nə baş verəcəyindən də məlumatsızdır. Heç Qarabağda nələr olur, ondan da məlumatsızdır. Qarabağda tikilən aeroportlar, Qarabağda baş verən proseslər. Mən düşünürəm ki, bunların hamısından İlham Əliyev bu mənim şəxsi subyektiv fikrimdir, məlumatsızdır. Çünki Qarabağ təkcə Ermənistan-Azərbaycan arasında olan bir münaqişə zonası deyil. Qarabağ böyük güclərin, beynəlxalq güclərin diqqətində olan geosiyasi bir məsələdir. İlham Əliyev kimi cılız, ancaq qarnını düşünən, ancaq şəhvani hisslərini düşünən şəxs üçün belə bir böyük beynəlxalq
siyasi, geosiyasi məsələdə söz sahibinə çevrilməsi, söz sahibi olması bu da mümkün olan bir şey deyil. İnşallah biz yaşayarıq, görərik sonda vəziyyətimiz olacaq. Amma mənim təhlillərimə görə Azərbaycan hakimiyyəti, cəmiyyəti hazırlayır ki, biz Ermənistanla dost olmalıyıq və bu dostluğun da əsas yolu bu gün Azərbaycanda mühakimə edilən erməni məhsulları sərbəst buraxılmasıdır. Əgər izlədinizsə sona qədər hər birinizə təşəkkür edirəm. Xahiş edirəm videonu bəyənin, paylaşın və kanala abunə olun ki, bizim videolarımız, bizim çıxışlarımız anında sizə çatmış olsun. Və selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.